Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19 dərəcə isti, gündüz 25-30 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın.